İnşallah bu günləri cümə xütbəmiz halal ruzi haqqında olacaq, halal qazanc haqqında olacaq. İnsan fikir verirsiniz, dünyaya gələndə özü ilə heç nə gətirmir. Heç bir mal mülk, heç bir var dövlət, heç nə gətirmir. Və görürsən bu dünyadan da köçəndə heç bir dünya malını özü ilə apara bilmir. Yalnız öz əməllərini insan bu dünyadan aparır. Amma görürsən bu iki dünya arasında insanın qarşısında duran ən mühüm imtihanlardan biri qazanc imtihanıdır. Ruzi qazanmaq imtihanıdır. Baxın, Allah Teala insanın nə qədər qazandığına baxmır. Sən nə qədər qazanıbsan, sənə demir ki, az qazan, demir çox qazan, buna baxmır. Allahın baxdığı bilirsiniz nədir? Ruzini necə qazanmısan? O ruzini harda qazanmısan? Nə cür qazanmısan? Halal yolla qazanmısan, yoxsa haram yolla qazanmısan? Allahın baxdığı bu olacaq. Bu günləri fikir verir cəmiyyətimizə, görürsən, mən deyərdim, əksəriyyətdən də çoxu ruzinin azlığından şikayət eləyir. Amma mən məhərrəm söhbətlərimdə də dedim, düşünmürük ki, ruzinin az olması ilə bərəkətin olmaması ayrı-ayrı şeylərdir. Və yadda saxlayın. Ruzi bir başqa bir şeydir. Bərəkət bir başqa bir şeydir. Elə insanlar var, biz şahid olduq da buna. Görürsən, milyonlarla pul qazanır, biz o xütbələrdə də dedik. Əlində rahatlıq yoxdur, narahatdır, deyə bir xəstəliyi var, əlində olan pul, maddiyyat onu xoşbəxt eləmir. Əlində olan pulun bərəkəti yoxdur. Amma elə insanda var, ruzisi azdır. Az pul qazanır, amma bərəkəti var. Ailədə xoşbəxtliyi var, evində rahatçılığı var. Ən əsas, Allahın razılığı var. O ailədə Allahın razılığı var. Hədis bizə buyurur ki, halal ruzi insanın həm dünyasını, həm də ahirətini abad edir. Baxın, sizə bir ayə oxuyuram. Bəqərə surəsinin 168-ci ayəsində. Allah buyurur, ey insanlar, yer üzündə olan halal və pak nemətlərdən yiyin və şeytanın addımlarına uymayın. Ayəyə diqqət eləyəndə görürsən, Allah demir, yalnız ye. Allah deyir ki, halal və pak olandan ye. Demək, nə deməkdir? Hər halal gördüyümüz bir şey pak deyil. Elə hər nə gördünüz, Allah deyir, ondan istifadə eləmə. Halal və pak olandan ye, bununla bərabər şeytanın addımlarına uyma. Yəni, insanın qazancının mənbəyi təmiz olmalıdır. Peyğəmbər cəmalına sələvat zikr edək. Başqa bir ayəyə baxaq. Bəqərə surəsinin 172-ci ayəsi. Allah Teala buyurur, ey iman gətirənlər, sizə verdiyimiz pak ruzilərdən yiyin və Allaha şükr edin. Ayə diqqət elədiniz, Allah Teala halal ruzunu şükrlə yanaşı qərar verib. Allah deyir, verdiyim halal ruzunu yedin, onunla bərabər şükr elə. Çünki halal ruzi yemək, halal ruzinin sənə qismət olması, Allah deyir, səni mənə yaxınlaşdırır. İnsanı Allaha yaxınlaşdırır. Baxın, Həzrəti Peyğəmbərin hədisi. Deyir, halal ruzi qazanmaq hər bir müsəlmana vacibdir. Hər bir müsəlmanın boynunda haqdır ki, halal ruzi qazansın. Demək, bu hədis bizə nəyə başa saldı? Halal qazanc əldə etməyin özü bir ibadətdir. Allah ona ibadətin savabını verir. Başqa bir hədisini deyim Həzrəti Peyğəmbərin. Deyir, halal ruzi üçün çalışan şəxs Allah yolunda cihad edən kimidir. Nə böyük hədisdir bu? Allah yolunda bir insan cihad eləsə, sözsüzdür də, şəksiz, şübhəsiz insanın yeri cənnət olar. Həzrət buyurur ki, halal ruzi qazanmaq üçün hərəkət elədin, cəhd elədin,
Allah sənə Allah yolunda cihad eləyən savabını verir. Deməli, insan övladı ailəsini dolandırmaq üçün zəhmət çəkirsə, bunun özü bir ibadət və bununla yanaşı Allah sənə cihad etməyin savabını yazır. İmam Sadiq Ağanın hədisini oxuyum sizə. İmam buyurur ki, deyir, ibadət 70 hissədən ibarətdir. Onun ən fəzilətlisi insanın halal ruzi axtarmasıdır. Halal ruzinin dalınca getməsidir. Çünki başqa hədisdə buyurur. Deyir, halal qazanc əldə etmək üçün çəkilən zəhmət ibadətdir. Allah sənə ibadətin savabını verər. İndi gəlim acı nöqtəyə. Acı yox, vacib bir nöqtədir. Hər zaman deyirəm, bir dənə cüməni buna həsr eləyəcəm, qismət olmur nəsə. Yenə bu günləri 3-4 dəqiqə toxunaram. Şəriətimizin vacib bir əməli. Xumus. Bəlkə də əksəriyyətimizin heç məlumatı yoxdur ki, xumus nədir? Amma şəriətimizdə, dinimizdə xumus deyə bir vacibat var. Vacib bir əməl var. Xumus odur ki, insan ildə bir dəfə öz gəlirinin 5-dən birini ayırır, hər kimə gəldi verə bilər, yox. Çünki bu da bir problemdir. Elə tanıyıram filan kəs, nə biləm, xumus yığır, apardın, verdin. Bu sədəqə deyil. Bu yardım deyil. Hər kimə gəldi verəsən. Xumus o şəxsə verilməlidir. Birincisi icazəsi olsun. İkinci məsələ, sən onu tanıyasan. Yəqinliyin olsun ki, verdiyin xumusu həqiqətən aparıb yerinə çatdıracaq. Hansı nöqtələrə çatmalıdır xumus? Aparıb ora çatdıracaq. Sən xumusu ancaq o şəxsə verə bilərsən. Dedik, xumus vacib bir ibadətdir. Necə ki, namaz Allahın bədən üzərində haqqıdır, xumus da Allahın mal üzərində qoyduğu bir haqdır. İnsanın boynunda vacib elib. İmam Cəfər Sadiq Ağanın hədisinə baxın. Deyir, Allah insanların mallarında bizim üçün bir haqq qərar vermişdir. Hər kəs o haqqı ödəsə, onun malı pak olar. Hədisə diqqət edirsən? Xumus vermək insanın malını azaldan bir ibadət deyil. Xumus vermək odur ki, öz malını paçlaşdırırsan. Öz malını təmizləyirsən. Bax, çoxunun beynində sualdır. İndi özümüzə də deməsələr, acı reallıqdır. Mən zəhmətlə qazanmışam, niyə xumus verməliyəm? Əksəriyyətin beynində bu sual var. Vallahi fillah, mən biraz bəzən acı danışıram, amma reallıqdır bu. Mən zəhmətlə qazanmışam, niyə verməliyəm? Gözəl. Bunun asan cavabını deyim, sonra sən izah edeyim. Asan cavabı hamımızın düşündüyü, çünki sənə qazancı verən Allahdır. Əlində olan ruzini sənə verən Allahdır. İndi bax, sənə sağlamlığı verən Allahdır. Allahdır. Sənə ağlı verən Allahdır. Allahdır. Sənə ruzi qazanmaq üçün fürsəti yaradan, şəraiti yaradan Allahdır. Bəli, Allahdır. İndi düşün, bunlardan biri olmasaydı, insan heç nə qazana bilməzdi. O qazan üçün sənə yaradan o şəraiti Allahdır. Allah da deyir ki, ildə bir dəfə. O boyda ruzi qazanmışsan, ehtiyaclarını ödəyibsən, əlində nə qalıb? Onun 5-dən birini mənim yolumda ildə bir dəfə ayır. Çox şey istəmir ki bizdən. Vacib bir əməli yerinə yetirməyimizi istəyir. Ona görə buyurur, mənim sənə verdiyim ruzidən, Allah belə də buyurur, mənim sənə verdiyim ruzidən, mənim müəyyən etdiyim haqqı ayırmalısan. Bəs salam. Daha buna bəhanə axtar, filan, bəs məkan, belə şeylər olmasın. Həzrət Əli görün nə buyurur? Deyir, mallarınızı zəkatla, dininizi isə xumusla qoruyun. Xumus verməklə qoruyun. Şeytanın ən böyük vəsvəsəsi nədir? Sən xumus versən, pulun azalacaq. Allah cavab verir. Bəqərə surəsi 276. Allah sədəqələri və onun yolunda verilənləri artırar. Azalmır. Sən Allah yolunda verdin, Allah əksinə onu artıracaq. Gözəl bir sözdür. Bir Allah yolunda verilən mal zahirdə görsənir ki, azalır. Zahirdə görsənir, amma əksi bərəkəti daha da artır. Allah daha da bərəkətli eləyir. Buyurur, deyir, övladınıza halal tikə yedizdirmək istəyirsinizsə, xumus və digər vacib mal hüquqlarını yerinə yetirin. Və yadda saxlayın. Nə qədər halal yolla pul qazanırsan, qazan.
Sən bir işdə işləyirsən, əziyyət çəkirsən, onun qarşısında bir məvacib alırsan. Halalçılıqda heç bir haram yoxdur. O pulun xumusunu vermirsənsə haramdır. Əlində olan 1 manatın belə haramdır. Əhl-i Beyt əleyhissalam buyurur, deyir, insanın qazancının paçlığı onun nəslinə və övladlarının mənəviyyatına təsir edir. Bəzi valideynlər nə deyir? Mənim övladım ibadətə meyilli deyil. Çox istəyərdim mənim övladım namaz qılsın. Çox istəyərdim mənim övladım Quran oxusun. Çox istəyərdim mənim övladım Əhl-i Beyt yolunun davamçısı olsun. Çox deyirlər valideynlər buna. Niyə görəsən belədir? Birinci, get qazancıva bax. Ola bilər halalla qazanmısan, xumusunu vermədiyin üçün. Pulun haramdır. Ailəyə haram pul yedirdiyin üçün övladlarının mənəviyyatına təsir eləyir. Ona görə məsələyə diqqət eləyək. Şeytan bizə deyəcək, biraz gözlə, nə bilim, bu il vermə, hər şey tələsmə, sonra hesablayarsan. Amma reallıq budur ki, ölüm gözləmir. Sən elə düşünürsən, biraz keçsin eləyərəm, bir də baxsan, ölüm gəlib sənin qapındadır. Ona görə Allahın vacib haqqını gecikdirmək olmaz. Yenə təkrar edirəm. Xumusu çıxmamış pul haram puldur. Və inşallah kimin nə sualı olar, gələr verər. İndi haram dikənin təsirinə baxaq, görün nə deyir? Bəzən yox, çox vaxt. Şikayətimiz, mənim duam niyə qəbul olmur? Mən dua eləyirəm, niyə qəbul olmur? Həzrət Peyğəmbərdən soruşurlar. Gəlirlər Həzrətin yanına, deyirlər, ya Rəsulallah, mən dua eləyirəm, amma dualarım qəbul olmur. Həzrət buyurur ki, qarnında, yox, zəkat deyil, hələ zəkata qalıb. Həzrət Peyğəmbər buyurur, deyir, qarnında haram tikə olan insanın duası qəbul olmaz. Hədisi gördünüz? Nə qədər ki, biz o xumusu verməyəcəyik. Nə qədər ki, dünyaya görə bəzi vaxtlarda haram qazanca meyl eləyəcəyik, Allah bizim dualarımızı qəbul eləməz. Necə ki, Həzrət Peyğəmbər başqa hədisdə buyurur. Deyir, kim haram maldan bir tikə yesə, bir tikə deyir ha. Kim haramdan bir tikə yesə, 40 gün onun duası qəbul olmaz. Bir tikə ha, insanın 40 gün mənəviyyatına təsir edir. Kərbəla dərsi. İmam Hüseyin əleyhissalam Aşura günündə nə buyurdu o qarşı tərəfə? Dedi, qarınlarınız haramla dolduğu üçün siz haqqı eşitmirsiniz. İmam son nəfəsinə kimi onları haqqa dəvət edirdi də. Deyirdi, bəlkə nicat tapalar. Onlar o qədər haram yemişdilər ki, imamın haqq sözünü qəbul eləmək istəmirdilər. İmamın haqq sözünü başa düşmürdülər. Ona görə də haram yemək insanın vicdanını zəifləyir. Haqqı batildən ayırt etmək çətinləşir. Bir dənə sizə halal ruzinin bərəkətlərini oxuyum. Deyir, halal ruzi insanın evinə bərəkət gətirər. Halal ruzi insanın övladının tərbiyəsinə təsir eləyər. Bir insan halal ruzi ilə qidalanar, deyir, Allah onun bütün dualarını qəbul eləyər. Halal ruzi insanın qəlbini nurlandırar, insanın ölümünü rahatlaşdırar və ən ağır an, insanın qəbir həyatı. Deyir, halal ruzi qazanan şəxsin qəbir həyatı rahat olar, işıqlı olar, nurlu olar. Bugün haram deyəndə yalnız oğurluğu fikirləşirik. Gedib birindən nəsə oğurlayaram və gedib bir evdən oğurluq eləyərəm, onlar haram, yox. İnsan bugün şeytana o qədər aldanıb ki, özü də fikir vermədən çoxlu haramlar eləyir. Haram işlərlə məşğul olur. Məsələn, görsən ticarətçili tərəzidə aldadır. Ən böyük haqlardan biridir. Görsən ticarətçili yalan danışaraq mal satır. Haram qazancı da aparır verir evə. Ailəyə yedizdirir, övlada yedizdirir. Görsən bu günləri faiz almaq, faiz vermək adiləşib. Bizim bu loru dillərsən, babdan baba salırlar. Əşi, filan şeydir, filandır, ehtiyac var, nə bilim, nə var. Mən ona şirinlik verirəm. Şirinlik vermək deyil, faizdir. Sən özün aldarsan, Allah da bilmərsən. Görsən, babdan baba salırlar, faiz almaq, faiz vermək adiləşibdir, haram qazancdır.
Görsən, işçinin haqqını verməmək haramdır. Başqasının haqqını yemək, bunların hamısı insanın ailəsinə, insanın mənəviyyatına birbaşa təsir edir. İnsanın övladlarına birbaşa təsir edir. Ona görə bu məsələdə diqqətli olaq. Sizə bir dənə nümunə danışım. Bir gün bir tacirdir, hər gün bazara gedir. Günlərin birində bir nəfər gəlib bundan alış-veriş eləyəndə artıq pul verir. Pulu artıq verir. O bəzən bizdə olur. Görsən bir marketdən nə salırsan, görsən kassirdir. O qədər fikirli olur, artıq pul qaytarır. İndi vicdanı olan onu geri qaytaracaq. Vicdanı olmayan götürür geri ki, mənim haqqımda Allah göndərib. Bu cür hala çıxardan da var ha. Bu tacir də. Bir nəfər gətirir buna artıq pul verir ticarətdə. O tacir görür ki, pul artıqdır, dərhal qaytarır. Yanında dostu olur. Deyir ki, buna Allah sənə göndərmişdi də. Heç kim yox burada. Götür qoy cibədə, bu sənin ruzindir. Niyə qaytarırsan? Deyir, axı elə deyil, heç kim görmür. Allah görür axı. Tarixdə yazırlar. Deyir, bir neçə illər keçir, həmən tacirin övladları çox savadlı, çox tərbiyəli, çox hörmətli və yazırlar, çox imkanlı insanlar olurlar. İndi tacirin sözünə bax, bir tacir özü danışır. Deyir, mən var dövlətimi yox, halalımı övladlarıma miras qoydum. Mən övladlarıma halalı miras qoydum. Bir atadır, qoy bunu da deyim, son saatlarıdır. Çox kasıb bir insan olur. Son saatlarında övladlarına deyir, vəsiyyət edir. Deyir, o övladlarım, mən sizə milyon qoya bilməmişəm. Nə ev eşiyi qoymuşam, nə maşın qoymuşam, nə pul qoymuşam. Bunların heç birini eləyə bilməmişəm. Amma mən sizə bir gündə olsun haram tikə yedizdirməmişəm. Bu söz var ha, and ola Allaha milyonlardan üstündür. Ən böyük miras budur ki, valideyn övladlarına heç bir vaxt haram tikə yedizdirməsin. Heç bir vaxt övladlarını harama salmasın. Çünki buyurur, halal tikə insanın imanını qoruyar. İndi Həzrət Əlinin hədisinə baxın. Həzrət Əli buyurur ki, az halal ruzi, çox haram ruzidən daha xeyirlidir. Deyir, allanmayın bu dünyaya. Bu dünya sizi alladar. Düşünərsən, çox ruzin var, haramdan gəlib. Deyərsən, mən ruziliyəm, yox. İmam deyir ki, az halal ruzi var ha. Çox görsənən haram ruzidən milyon dəfə artıqdır. Milyon dəfə bərəkətlidir. İnsan düşünməməlidir bu həyatda. Ki, çox qazanan insanlar xoşbəxt olur. Çox qazansan mənə xoşbəxtlik gələr. Deyir ki, əsl xoşbəxtlik o şəxsdədir ki, o gecələr başını öz rastlığına rahat qoyur. Gecələr öz evində rahat yatır. Niyə? Deyir, qorxmur ki, birdən haqq sahibi gələr, mənim qapımı deyər ki, haqqımı ver. Allah qarşısında deyir, üzü ağdır. Onu öyle deyir, haramdan uzaq olun. Halal ruzi və övlad. Görün, nə buyururlar ariflər? Deyirlər ki, valideynlər bir mənalı olaraq bilməlidirlər ki, uşağın tərbiyəsi ancaq sözlə olmur. Otur elə uşağa tərbiyə ver, sözlə, danla, başa sal, bundan deyil. Ən böyük tərbiyə valideynin övladına halal tikə yedizdirməsidir. Ən böyük tərbiyə deyir bu. Əgər ata deyir evə haram tikə gətirsə, sonra övladının imansız olmasına təəccüblənməsin. Ən böyük dərd deyir. Ata öz əli ilə övladını imansız eləyir. Övladın namaz qılmamasına təəccüblənməsin. Övladın nə bilim o haram işlər görməsinə təəccüblənməsin. Niyə? Deyir, çünki təməli valideyn qoydu. Evə haram tikə gətirməklə. Əhl-i Beyt əleyhissalam buyurur ki, halal tikə insan övladının fitrətini oyadır. Sizə bir dənə ayə oxuyum, Allahın vədi deyə bu. Təlaq surəsinin 2-ci, 3-cü ayəsi. Bəzən ariflər də işarə verirlər ki, bu ayəni yazasan üstündə saxlayasan. İnsanın ruhisinə çox xeyir gətirər. Deyir ki, kim Allahdan qorxsa, Allah ona çıxış yolu göstərər. Və o şəxsə gözləmədiyi yerdən ruzi verər. Vallahi həqiqətdir. Sən ki, bir dənə Allahdan qorx, haram yeməkdən qorx, and ola Allaha. Allah sənə bir yerlərdən ruzi qapları açar ki, halal ruzi qapları. Özün deyir, ya Rəbbəl aləmə, bu nə möcüzədir mənə göstərdi. Ona görə də, bu boyda söhbətimizin nəticəsinə baxaq, bu günləri öz evimizdə bərəkət istəyiriksə,
övladlarımızın tərbiyəli, imanlı, salih övladlardan olmasını istəyiriksə dualarımız qəbul olsun, Allaha yaxın olaq, ilk işimiz öz qazancımıza baxaq. İlk işimiz qazancımızı halaldan eləyək. Çünki Həzrəti Peyğəmbərin hədisidir. Deyir, elə günahlar vardı ki, onları yalnız ailəsinin ruzisini halal yolla qazanmaq üçün çəkilən zəhmət yuyar. Nə gözəl hədisdir. Nə gözəl hədisdir. Deməli, halal ruzi qazanmaq sadəcə olaraq maddi ehtiyac deyil. Allahın yanında böyük bir ibadətdir. Allaha and verək izzətinə, cəlalına, böyüklüyünə, qüdrətinə xatir bizim ruzilərimizi halal olan ruzilərdən qərar versin. Bizə haram ruzilərdən uzaq eləsin. Bizi bir-birimizə rauf mehriban eləsin. Bizi əhl-i beyt ilə məşhur eləsin. Və bizi İmam-ı Zaman ağanın əsgərlərindən qərar versin. Bu niyyətə sələvat zikr edək.